Yenə də ayaq üstə, yenə də maraqlı söhbət. Göz yaşlılar, salamlar, necəsiniz? Bu yaxınlarda çox maraqlı bir sual gördüm həqiqətən və özümə dedim ki, doğrudan da ki, bugünkü Python öyrənən belə bir şey deyirsə, da mən ona nə deyim? Deməli, müəyyən bir müddət Python proqramlaşdırma dilini öyrənib və sualı çox maraqlı idi. Python elə bu qədər, yəni ancaq bunları etmək bəsdir. Yəni buna görədirmi bu qədər öyrəndiyim deyəndə və mənə sadalayanda dedim, heyf ki, Python ancaq bu bucaq altında görmüsən deyəndə göstəriblər və hayf ki, Python'da ancaq bu qədərini yaza bilirsən. Python proqramlaşdırma dili sintaksis olaraq, imkan olaraq bütün dillərdən fərqlidir və ona verilən imtiyaz başqalarındakı kimi deyil, tam fərqlidir. Və mən bir sıra cavab olaraq deməli sualları verəndə gördüm, yox. Bir çoxsundan bir xəbərdir və onun gələcəkdə hansı tərəfə yönəlməsi sual altındadır. Dedim, yox, bunu gərək danışaq. İndidən deyim ki, bu söhbət həqiqətən də maraqlı olacaq, çünki mənim deyəcəklərimin içində bəlkə də bugünə kimi eşitmədiyiniz imkanlardan, mövzulardan xəbərdar olacaqsınız. Sizə nə bunu deyiblər, nə göstəriblər, ya da hansısa bir layihədə bugünə kimi o istifadə olunmayıb, amma mövcuddur və bu bizim Python yolumuzdur. Biz bundan yararlanırıq, sifariş gəlirsə yazırıq, tətbiq edirik və istəyirəm bunların hamısını biləsiniz. Amma mövzu belədir. Deyərdim ki, bölərdim ya 3 yerə, ya 2 yerə şahələndirərdim. Soruşur ki, Python mənə harda, nə üçün, nə qədər kimi lazımdır? Ki, elə budur Python. Python bu deyil. Backend dünyasından başlayaraq data science, automation, data analytics və digər çox maraqlı mövzulardayıq. Çox maraqlı. Dəhşət imkanlara malikdir Python və hamımız ondan yararlanırıq. Özdəki qoşanda başqa bir imkanlara biraz ondan danışacaq. Olur möhtəşəm. Python siz yarımçıq öyrəndiyiniz deyil. Deyim biləsiniz. Ya natamam sizə öyrədiblər, ya da siz tam olaraq öyrənməmisiniz. Python'ın lap əvvəlindən danışırıqsa, onda aydın məsələdir ki, dəyişən və dəyərlər, mütləq şəkildə, data tiplər, şərt olaraq if statement gözəl bilinməlidir. Python proqramlaşdırma dilində if digərlərindən daha fərqli, daha maraqlı yazılır və eyni zamanda loop, dövrlər möhtəşəm bilmək lazımdır. Funksiyalar dəhşət bilmək lazımdır. Yəni yalandan tanışlıqdırsa kitabı bağla qoy qırağa. Dövr Python proqramlaşdırma dilində digərlərindən fərqlidir və gözəl bir imkana malikdir. Həqiqətən də başqa dillərlə müqayisədə bir nömrədir. Funksiyaları yaza bilmək başqa bir şeydir. Bütün dillərdə, ələxüsusda Python'da. Və bu startdır. Sən funksiyaları gözəl yazmalısan, sən dövrləri gözəl bilməlisən, sən if statement, şərti məsələləri gözəl yazmalısan və dəyişənlərlə düzgün işləmək lazımdır. Data tipləri möhtəşəm tanıyıb və onların metodlarını bilmək lazımdır. Və bu start birlikdir. Start. Gəlin mən sizə növbəti mütləq biləcəyinizdən danışım. Çünki get-gedə səviyyə artmaqda davam edir. Əvvəl sadaladıqlarımı gözəl öyrənmisinizsə, bu da əməli başda aylar almalıdır sizdən. Növbəti işiniz OP dünyasına qərq olmaqdır. Obyekt yönümlü proqramlaşdırma. Object Oriented Programming. Çünki özəyidir proqramlaşdırma düşüncəsinin OP. Mümkün deyil onu bilməyəsiniz və orada class nədir? Mütləq şəkildə bunu bilmək lazımdır. Onun üzərində qurulur bütün strategiya. Class var, obyekt var, metodlar var, normal metodlar, dunder metodlar, Python proqramlaşdırma dilində bunlarsız mümkün də deyil. Atributlar var və s. və ilə axır. Çox maraqlı dünyadır və bunların hamısı sadaladıqlarım Codecast kanalında var. Mən illərimi verdim bunları çəkmək üçün, illərimi. Təsəvvür edin ki, elə bir o qədər də siz verməlisiniz ki, bunları öyrənəsiniz. Yəni, heç arada 6 aya, 8 aya bu öyrəniləsi bir şey deyil. Amma bu növbəti pillədir. Class dünyası, OP dünyasını gözəl bilmək lazımdır. Bunlarsız mümkün deyil. Yəni, istəyirsən backend dünyasında ol, istər data science ya data analytics ola bilməz ki, siz deyəsiniz ki, data analitikaya gələm, orada filan şey istifadə edeyim, bəsdir. Elə şey yoxdur.
gözəl bilmək şərtdir. Məhz ona görə elə həmin kəs deyir ki, elə Python bu qədər öyrənmədi də, axıra kimi öyrənmədi. Əgər düşünürsünüzsə, proqramlaşdırma burada bitdi, hər şeyi bilirəm, xeyr. Əslində növbəti daha da biləsi məsələlərdən biri elə Python proqramlaşdırma dilinin duzu və şəkəridir. Yəni bu ayrıca bir şeydir. Context meneceri tanımaq. Düzdür, context meneceri ən çox fayllardan tanıyırsınız. Amma context manager tək onunla deyil, bir çox işlərindən bağlıdır. Sıx bağlı bir şeydir. Context meneceri bilmək mütləqdir. Fayllarla işləyirsən, onu bilməyə bilməzsən. Eyni zamanda sizlər dekorator nədir bilmək lazımdır. Yəni duzudur da, bu işin Python dilinin duzudur. Bundan bir çox dildə olsaydı nə gözəl olardı. Yoxdur da, yoxdur. Yəni mən bilirəm, o sualı verən dekorator nədir bilmir. Heç vaxt onu ciddi şəkildə lazım yerdə istifadə etməyib. Buna zaman lazımdır, zaman. Eyni zamanda generator, ilahi. Tələbələrimə ayrıca bir ayımı ayırıram ki, generatoru gözəl bilərlər. Hələ generatorun başqa bir forması da var, funksional. Onu da gözəl bilmədilər. Bir sözlə, generator, bu da duzudur Python'un. Həqiqətən möhtəşəm bir şeydir. Meta klasslar var, bunları əla bilmək lazımdır və ümumiyyətlə iterator ailəsini də əla bilmək lazımdır. DNT-sini, DNA deyirik ona, yəni içini, Python'un tam içini gözəl bilmək lazımdır. İliyinə kimi. Bunlar sadaladıqlarım, birini bilmirsən ha, o deyil. Ona görə həmişə gəlib deyəcəksən, Python bu qədər. Bunların hansını sən axıra kimi öyrəndin? Məsələ ondadır. Bunlar sadalayıram mən. Bir daha da sadalayam ki, biləsiniz. Yəni, bir dili öyrənirsənsə, bunların hamısını bilmək şərtdir. Növbəti deyəcəyim, əslində ürəyimin ağrısıdır. Heyf Azərbaycanda məktəblərdə informatika adı ilə göstərilən Python bərbad şəkildə əvvəldə tələbələrə, şagirdlərə göstərilir və düşünürlər ki, Python belə də işləyir. Heç vaxt Python elə işləmir, işləməz də. Məsələlər qoyulur, bərbad şəkildə də kod yazılır, yolla verirlər, gedir. Amma Python kodu mütləq və mütləq, bu qanundur və bunu ayrıca mən tələbələrimlə deyirəm, danışıram və sadələrdən birini deyirəm. Deyirəm ki, mühit lazımdır. Mühit. Kodu icra edirsənsə, o mühitdə icra olmalıdır. Virtual environment. Yəni, ola bilməz ki, virtual environment qoşmayasan və özün üçün istədiyini eləyəsən. Mümkün deyil. Import dünyasındasansa, sadə kod yazsan belə, heç bir şey import eləməsən, fərqi yoxdur. Sənin mühitin digərlərindən ayrılmalı və məhz həmin yerdə icra olmalıdır. Belə bir şey bilmək lazımdır. Və Venv deyə bir şey var, virtual environment, amma Venv tək deyil. Sən data analitika dünyasındasansa, Anaconda deyə bir şey var. Baxın, ona görə dedim ki, bu söhbətdə əgər bilməmsinizsə, deyə bilərəm ki, bunlar var. Venv var, PipN var, Anaconda var, Poetry var. Mənim hətta ilk birinci videomda göstərmişəm Poetry nədir. Yəni bizlər package managementliyi müəyyən bir mühitlərdə, müəyyən formada istifadə edib çağırıb yararlanırıq. Yəni ola bilməz Python kodun mühitsiz icra oluna bilirmi? Oluna bilir. Düzdürmü? Xeyr. Bunun mütləq şəkildə mühiti olmalıdır və bir neçəsinin adını çəkdim. Bir əlavə də etmək istəyərdim. Vurğulayım ki, sizlər həmişə proqramlaşdırma dili nə olur olsun, fərq eləmir, söhbət tək Pythondan getmir. Kompüterinizi gözəl bilməlisiniz. İstər Windows, istər macOS olsun, fərq yoxdur, Linux olsun. Nə fərqi var? Unix aləmindən hamısı gözəldir, Windows'dasınsa o da yaxşı. Yəni, gözəl bilmək lazımdır bir mənalı olaraq. Çünki onun üzərində, məsələn, Git istifadə edə bilərsiniz. Bir proqramçı, gələcəyin proqramçısı mütləq onun repozitoriyası olmalıdır və Git vasitəsilə repozitoriya yaradıb içinə ata bilər. Eyni zamanda oradan əksinə pull request eləyə bilər, özünə çəkə bilər, klon edə bilər. Eyni zamanda budaqları dəyişə bilər və s. və ilaxır. Git komandalarını gözəl bilib, gözəl istifadə etmək lazımdır. Kodias kanalında Gitə dair bir neçə videolarda bir neçə komandalar göstərilib və ümumiyyətlə buna dair ayrıca ancaq tələbələrimlə öz serverimi verirəm və oradan başlayırlar çəkib işləməyə. Bu ayrıca bir şeydir, amma
Kompüteri gözəl bilin. O qədər gözəl bilin ki, içindəki bütün imkanlarla düzgün yararlanın. Əvvəldə vurğuladığım virtual mühitin özünü də necə Windows'da ya da Mac'da işə salmaq lazımdır, onu gözəl bilmək lazımdır. Hərdən Windows'da düzdür, problemlər yaranır. Mən özüm tələbələrimə görə hərdən Windows'da yaradıram, amma orada da nə olsa da yenə də həlli var. Düzdürmü? Ona görə də baxın belə şeyləri gözəl bilib istifadə etmək lazımdır. Git özü də gözəl işləməli və repozitoriyalarınıza bu və ya digər layihələr, kodları atıb götürə bilməlisiniz və bunları bilmək üçün Git bilmək zəruridir. İndi isə həmişə davasını etdiyim bir mövzunu da deyim. Baxın, görün nə qədər sadalayıram ha. Yəni bir proqramçı olmaq istəyirsənsə hələ görün yolu nədir. Çox maraqlı yoldur. Bu dediyim kimi 10 aylıq və 15 aylıq bir şey deyil. Bu çox maraqlı bir yoldur. Elə bir mən dərzi olmaq istəyirəm da, düzdürmü? Bu mümkün deyil, bunu 6 aya bir dərzi olacaq bir şey. Aşpaz olmaq istəyirəm. Bu da mümkün deyil. Ona görə bu məsələləri hər dəfə deyirəm ki, digərləri düşünürsə elə bir 3-4 ay öyrənin bəsdir, xeyr elə deyil. Amma üzərində əsdiyim bir mövzu var. Terminal. Gözəl bilmək lazımdır. Qovluğu yaratmaq, qovluqlar silsiləsini yaratmaq. Eyni zamanda faylı yaradıb, faylı silmək, qovluğa keçid almaq və həqiqətən də öz kompüteri gözəl bilirsənsə, onun içində terminal biliyi də olmalıdır. Ola bilməz sadəcə bir hardasa sağ düyməyə vurub qovluq yarada biləsən, buna da deyəsən mən kompüter biləm. Xeyr. Terminalı gözəl bilmək lazımdır. Əgər sən Linux və ya macOS dünyasındasansa, terminal hamısında eynidir və gözəldir. Serverlərdə də hamısında terminal eynidir, komandalar eynidir. Bunların hamısı bilmək lazımdır və Kodiazda terminal biliyi var. Əgər Windows dünyasındasınsa ki, mən əvvəllər Windows'daydım, amma orada da CMD terminalı açırdım, PowerShell var idi, açırdım və yenə də nasıl komandalar Linux'dan fərqlidir. Amma yenə də qovluq yarada bilirdim, qovluğun içindəkiləri öyrənə bilirdim, keçid ala bilirdim, dəyişirdim, silirdim və s. və axırı. Yəni imkanlar ikisində də işlər eynidir. Komandalar fərqlidir. Hərdən də uzlaşır adları, amma fərq eləmir. Terminalı bilmək mütləqdir. Bunun davasını həmişə eləyirəm və deyirəm, mükəmməl bilmək istəsənsə, terminalı mütləq öyrən. Mən deyərdim ki, standart biliyin sonuna gələndə hələ fikirləşin ki, bu dediklərim, sadaladıqlarım hələ startdır. Həqiqətən startdır. Bu bir mənalıdır. Amma xəbəriniz olacaq mövzulardan biri də verilənlər bazasıdır. Axı biz özümüzü qərq edəcək gələcəkdə data analitikaya, gələcəkdə data science, nə bilim başqa bir, bəlkə də web layihələr quracaq, maraqlı bir şeylər görəcək, düzdürmü? Məlumatın var olan yeri varsa, o da verilənlər bazasıdır. Yəni bunu gözəl bilmək lazımdır. SQL dünyasını, NoSQL dünyasını, bunlarla çox yaxın olmaq lazımdır. NoSQL dünyasında ayrıca bir bölmələri, bölgüləri var. Möhtəşəm iki varlıqdır. Həqiqətən. Mən Kodiazda ayrıca SQLite üzərindən verilənlər bazasının az da olsa maraqlı bir hissəsini göstərdim. Çünki qalanlarını məndən işləyəcəklər, məndən tanıyacaqlar. Amma baxın, bu qədərdir sadaladım, bu qədərdir saydım, bitməlidir verilənlər bazası ilə. Hə, onu da deyə bilərəm ki, mənim startım çox uğurlu oldu. Kimlərsə yalandan yola verəcəksə, yəni o mənlik deyil. Amma bu yol belə də gəlməlidir. Verilənlər bazasına kimi. Onu gözəl bilmək lazımdır. Müddəti nə qədər gedib getsin. Hə, bundan sonra siz artıq növbəti mən deyəcəklərimə hazır olacaqsınız. Yüksək bilik bax indi başlayır. Özümüzü istənilən dəryaya qərq edə bilərik. Dənizə, okeana rahat özümüzü ata bilərik. Niyə? Bundan qabaq sadaladıqlarım hamısı siz tərəfdən gözəl öyrənilibsə və müəyyən uzun bir müddətə, amma bu işin peşəkarı olmusunsa, saydığım nə olacaqsa sizin üçün asan olacaq. Çünki Python artıq bilirsiniz. Pythonçusunuz. Pasportunuzda Python ölkə olaraq vurulub. Və bu mütləqdir. Tələbələrə həmişə deyirəm. Gəlmə olma, Pythonçu ol. Məsələn nədir? Daha bundan sonra mən birbaşa özümü data science, data dünyasına və digər data ilə bağlı hər şeyə qərq edə bilərəm. Bəsdir ki, mən NumPy, yəni data manipulyasiyası istəyirəmsə,
emalı, təmizlənməsi və s. və ilaxır çox işlər var əslində. NumPy Pandas bir mənalı artıq bunlarla işləyə biləcək çəkinmədən, qorxusuz imkanım var. Bundan qabaq nə öyrənmişdimsə, əla öyrənmişəmsə, bu mənim üçün heç nədir. Rahat deyə bilərəm. Hər kəs adını çəkir, əgər düşünürsə, ayda bu çətindir, bu çətin deyil. O kəslərə ki, fundamental Python mükəmməldir. Amma bundan başqa data nəinki emal olunur, hansısa bir manipulyasiyaya məruz qalır. Eyni zamanda datanı lazım olanda biz vizualizasiya edirik. Yəni görməlidir nəyisə. Nəyisə təsvir olaraq ötürürük və bura bizə lazımdır Matplotlib, Seaborn, bu kimi imkanlar mütləq şəkildə və bunları yazıb, yoxlayıb bilə bilirik. Yəni bizə çox zaman data raw formatında gəlir, yəni xam mal. Biz onunla işləyirik. Biz onunla işləyirik ki, axırda nədirsə vəzifəm, nədirsə görəcəyim iş, bax, bu instrumentlərlə həll olunsun. Amma nə olur olsun, Python gözəl olandan sonra bu sadaladıqlarım sizə praktikadır. Amma artıq böyük bir dəryadır. Hamımız bunu öyrənmək üçün, bunu tətbiq etmək üçün Pythonu gözəl bilirik. Gözəl bilməsə həqiqətən də həmişə deyəcək. Yəni Python bu qədər. Gözəl öyrənin. Amma data dünyasında bu saydıqlarım əla bir imkandır. Gözəl instrumentdir, tətbiq edin. Mən istəyərəm xüsusilə bir məqamı vurğulayım, çünki get-gedə data dünyasındayımsa və çox ciddi, çox maraqlı formada onu təmsil etmək istəyirəmsə ki, süni intellekt bütün datalarını maraqlı formatda saxlayır, maraqlı formatda ötürür və qəbul edir. Çox gözəl bir dünyadır. Amma ümumiyyətlə get-gedə daha da dərinə gedəndə istər analitik, istərsə də science olaraq data dünyasında başa düşürsən ki, orada artıq müəyyən qədər ali riyaziyyata ehtiyac var. Məsələn, normalda deyirəm ki, məktəb riyaziyyatı sizə bəsdir, qeyri-adi bir şey lazım deyil. Riyaziyyat məktəbində olsa yaxşı, məncə pis deyil. Amma data dünyasına gedəndə professor olmaq lazım deyil. Amma deyəcəklərimdən əslində xəbərdar olmalısınız. Söhbət gedir ehtimal nəzəriyyəsindən. Probability. Bilməliyik də, düzdürmü? Məsələlərdə çox maraqlıdır. Eyni zamanda xətti cəbr. Bu 100% var. Vektorlar, matrislər, ola bilməz ki, olmasın. Bunlar barədə mütləq bilmək lazım. Çünki süni intellekt dünyasında, machine learning dünyasında məlumatlar doğrudan da ki, fərqli, həmin də elə matris formasında saxlanılır. Çünki kompüter nə bilir ki, o üz insan üzüdür, yoxsa pişik üzüdür və s. və ilaxır. Çox maraqlı informasiyanı, amma yenə də bax, bu mən dediyim formatlarda saxlayır, müəyyən edir. Gözəl bir şeydir əslində bunlar barədə bilmək. Törəmə var, gradient var, bu biliklər var. Yəni bunlarsız mümkün deyil. Optimallaşdırma var. Bunlar müəyyən qədər xəbərdar olmalı olduğumuz mövzulardır. Və işləyərəkdən görəcəksiniz ki, deyəm, bu nədir? Deyəm, bunu araşdırım. Olmayın bu işin professoru. Universitet deyil, amma sən demə bunlardır. İç motorika, mexanizm, bir sıra data işlərində bunlardır. Baxın, sadalayıram ki, xəbəriniz olsun. Digərləri də var, amma bunları dedim, biləsiniz ki, bunlar var. Deyirəm, biraz yuxarı qalxaq. Biraz da Pythona dair nələr var onu deyim, çünki istəyirəm bir verilən suala böyük bir cavab verim. Və əslində bu ana qədər dediklərim hamısı Pythona aiddir. Hətta o saydığım riyaziyyata dair biliklərin hamısı Pythonun imkanları ilə təşkil olunur. Yəni xətti cəbr dediyimdə, riyazi analiz dediyimdə, ehtimal nəzəriyyəsi dediyimdə yenə də Pythonun imkanları ilə hər şey təşkil olunur, instrumentləri ilə və bu çox rahatdır. Sadəcə bu mövzuya hakim olmaq lazımdır. Amma indi dediyim daha da yuxarıdır. ML dünyası, machine learning. Və bu işdə ən böyük məşhur bir kitabxana var, ML kitabxanası. Pythonda bunun əvəzi, demək olar yoxdur, çox möhtəşəmdir həqiqətən. Scikit-learn gözəl bir şeydir. Sən orada klasterləşdirə bilirsən, sən orada regresiya ilə məşğulsan, bir çox işlərlə əslində məşğulsan, öyrənirsən, bilirsən nə deyil, əlində bir model var və hətta sənin iki yolun var. Supervised and unsupervised, səhv eləmirəmsə. Yəni Loru dilində desəm, mən maşını öyrədirəm, amma iki yolum var. Cavabı bəlli olan, yəni öyrədirəm və axırda o cavabı mən də bilirəm.
o cavabı mənə versin və belə bilirəm ki, düz dedi. Modeli düz qurmuşam. Ay nə yaxşı. Bax deyirəm düz cavab verir də, düz öyrətmişəm. Supervised. Bir də var ki, unsupervised. Cavabı mən tərəfdən belə bəlli deyil ki, uyğunlaşdım deyim düz dedi ya yox. Ən bəsit formada deməyə çalışıram və bu zaman onun mənə cavab olaraq verdiyini, oxşar elementləri, öyrənilmə modeli, mən ona baxıram və görüm, doğrudan düzmü yoldadır ya yox. Çox gözəl bir dünyadır machine learning. Siz bugün bütün AI-ın imkanları ilə yararlanırsınız, razısınız cavabından. Çox az halda narazısınız. Bunlar hamısı bugün scikit-learn tərəfindən supervised və unsupervised imkanları ilə, learning ilə təşkil olunur, biləsiniz. Həqiqətən çox gözəl bir şeydir və Python dünyasında, əgər Python gözəl bilmirsə və ardıcıl yuxarılara qalxmaq istəyirsənsə, belə bilikləri də bilməlisən. Yəni Python hələ bu deyil. Bundan o tərəfi də var. Əgər machine learningdən danışdıqsa, ML-dən danışdıqsa, ola bilməz. Biz deep learningdən danışmayaq. Deep learning AI dünyası gözəl bir şeydir həqiqətən də və soruşsanız ki, bəs bunlara gedən yol hansı biliklərə gedir? İki yoldan birini seçə bilərsiniz. İkisini də bilsəniz nə xoş əslində. TensorFlow, Google bu işdə bir nömrədir və PyTorch. Nədən də PyTorch deyilir ona. Yəni bunların özü belə gözəl bir şeydir. Yəni neural networkdən söhbət gedir. Bütün onun içindəki imkanlardan söhbət gedir. Deep learning var. Möhtəşəm bir şeydir və bugün AI-dan razı qalan hər kəs bilməlidir. Bunun səhnə arxası dayanan hansı instrumentlər var ki, Python üzərindən təşkil olunur. Yəni sadə görünən, gözəl işləyən, tez sizə cavab verən, hər şey çox dərindən bilən bir mexanizm var. Əgər maşını öyrədə bildiysə ki, artıq danışdıq bundan, ML, onun öz imkanları, öz kitabxanası var idi, onun adını dedim. Əgər artıq müəyyən addımlar, alqoritmlər, görəcək işlər barədə bir iş sahibi, bir bilik sahibi oldusa, onu daşıyırıq daha dərin bir dünyaya və bizim üçün bu tam başqa bir şeydir və buna dair də imkanlar var. Ona görə Python-u gözəl biləndən sonra olur möhtəşəm də. Yəni deep learning dünyasında və o sənə verəcəyindən başlayırsan yararlanmağa. Yəni dəhşət bir imkanlar var, gəl görəsən. Data ilə işləmək başqa bir şeydir. Buna da bir zaman, amma Python biliyi varsa o qədər də çətin deyil. İndi deyəcəyim əslində ən çox security dünyası, bəlkə də cyber security və eyni zamanda kamera dünyasına aid olanlardır. Çünki bizdə computer vision var. Obyekti şəkildən və ya kameradan tanımaqdır. İnsandır, maşındır, ağacdır. Möhtəşəm bir şeydir, ayrı bir mövzudur. Tələbələrin biri, hətta mən yadımdadır, bir neçə il bundan qabaq bir dissertasiya işində işləyirdi. Və orada müəyyən bir məqamı var idi, icra eləyirdi, getmirdi. Mənə göstərəndə bir-iki şeyləri düzəldən kimi artıq onda işlədi. Deməli, şəkillər çoxluğunda özünü tapa bilirdi. Öz şəklini qoyurdu və öz şəklinin amma başqa bir formatını digər adamların içində qoyurdu, yenə də tapırdı. Kamerada tərpənmək, yəni kamerada mən özüm kiməm, siz təsəvvür edin, mən şəklimi verirəm, amma sonra kameranın qarşısına gəlirəm və kamera mənim adımı artıq orada yazır. Yəni, həqiqətən də bugün belədir. Ən çox da Çindədir. Kamera artıq səni tanıyır. Üz cizgilərin düzgün alqoritmlə təşkil olunur. Computer vision deyirik ona və salam. Bu iş olur möhtəşəm və sən tərpəndin, getdin, keçdin, gəldin, şəkildə, videoda fərqi yoxdur, müəyyən olunursan. Möhtəşəm bir şeydir. Bu həm security məsələsində gözəldir. Kamera dünyasını düzgün yerdə qoysan daha da təhlükəsiz bir dünyada yaşamış oluruq. Möhtəşəm bir şeydir və bunu Python'la biz dostcasına gözəl təşkil edə bilirik. Ayrıca OpenCV var. Sonra YOLO var. Detektron 2 səhv eləmirəmsə Metan sizə verdiyim. Möhtəşəm bir şeydir də, həqiqətən. Təsəvvür edin də, yəni kamera işi. Mənim layihələrimin birində olub deyə mən bunu rahat sizə deyə bilirəm.
və təsəvvür edin, real bir məsələdə çox gözəl tətbiq olunacaq, kodunu yazacaq bir işdir. Möhtəşəm şeydir. Mən dəfələrlə möhtəşəm deyirəm, çünki bu kimi layihələrin bir neçəsində iştirak eləmişəm və sınamışam. Çox xoşum gəlib və kamera varsa, içinə çox düzgün formada təşkil olunmuş məsələlər qoyanda dönür olur IoT və möhtəşəm, əla bir işə imza atmış oluruq. Gözəl işlər var idi vaxtı ikən və məhz bu sadaladıqlarım elə orada iştirak edir. Bunların hamısını Python-dan eləyirik. Soruşursunuz, Python bu qədərdir? Yox, Python bitmir ki, bitmir. Sizlər təsəvvür edin ki, bu qədər də iş görülür, datalardan iş və s. və ilaxır, amma sonda bu və ya digər yollarla sadə istifadəçiyə şərait qurmaq lazımdır. Düzdürmü? Və elə Python dünyasından ayrılmadan deyə bilərəm ki, fərq eləmir əslində, imkanlar çoxdur, frameworklər çoxdur. Ən bəsit, ən sadə, ən möhtəşəmi, ən məşhuru, məsələn, bizlər istəyirik web dünyasında, çünki bu web frameworkdir, istər web dünyasında, istərsə də həqiqətən də model əlimdədir, amma bunu necəsə göstərmək lazım, bu biliyi necəsə ötürmək lazımdır. Yəni, görüntü olaraq məsələlərə keçid alanda bizlər bilirik ki, Flask var. Möhtəşəm bir şeydir. Ya da Fast API. Mən birbaşa REST API-ları qura bilirəm, bir çox işləri təşkil edə bilirəm, yoxlamalarım var, validasiyalarım Swagger içindədir. Bu dəhşət bir şeydir. Yəni, kimlər əgər deyərdim ki, automation içindədir, kimlər yoxlamalar içindədir, kimlər eyni zamanda security-dədirsə, cyber security-də Swagger nədir bilir. Yəni, Fast API-in düz içindədir. Mən hələ ona Fast API deyirəm. Bu nədənsə daha yaxşıdır. Çünki bəlkə də rus dilliyəm. Xoşum gəlir ki, Fast API deyim ona. Bizlər həmişə biləm ki, yəni bir şeyi iki versiyada səsləndiriksə, həmişə onun izahını veririk mütləq şəkildə. Və sonra nə var? İlahi. Gradio var. Streamlit var. Bunlar da AI dünyasını, machine learning dünyasını birbaşa çox gözəl interfeysə keçid alanlardır. Möhtəşəm bir imkanlardır və yəni həqiqətən də data çoxluğu əlindədir və onu interfeysə keçid eləmək lazımdır. Web dünyasında, web strukturunda hər kəsin başa düşəcəyi, hardasa manipulyasiya edəcəyi bir imkan varsa, bu sadaladıqlarım çox gözəl imkana malikdir. İstənilən birində yaz, təşkil elə və təhvil ver. Bunların hamısı Python'dır. Deyin biləsiniz. Təhlükəsizlikdən danışanda web layihəvi, məsələn, qurduğun hər hansı bir layihəni, artıq interfeysi var, harası klik edə bilirsən, haradasa bir şərait qura bilirsən, amma o sözü gedən informasiyanı hər kəs üçün açıq etmək istəmirsənsə, deməli fikirləşirsən ki, login şifrə olsun, düzdürmü, qeydiyyat olsun və s. və ilaxır, bunlarsız da mümkün deyil. Hər kəsə hər şey açıq eləmək lazım deyil ki, düzdürmü, müəyyən parçasını bəlkə subscription ediləcək, satılacaq və ya əksinə birinci qoşulmalıdır, qeydiyyatdan keçməlidir, sonra bu və ya digər məlumata yiyələnməli, əldə etməlidir. Bu zaman buna biz təhlükəsizlik deyirik, yəni elə belə qeydiyyatdan keçməyəcək, boşuna olmayacaq. Burada ya mən tərəfdən, mənim öz tərəfimdən təşkil olunacaq, ya da ki, mən məsələn GVT token'dən istifadə edə bilərəm və ya OAuth 2 yazılır və ondan istifadə edə bilərəm. Bir neçə saytlarda görmürsünüz, daxil ol Google-dan, daxil ol məsələn Apple-dan, daxil ol və s. və ilaxır accountundan, yəni hazırdır. Onlara sadəcə daxil olursan və bu saytdan qeydiyyatdan keçmirsən. Sadəcə icazə verirsən ki, Access Token burada iştirak eləsin. Yəni, bu ayrıca bir dünyada gözəl bir şeydir və Authorization çox maraqlı işlər burada təşkil olunur və mən təhlükəsiz şəkildə öz layihəmi kimlər qeydiyyatdan keçə bilər və hansı yollardan qeydiyyatdan keçə bilər, bunun şəraitini qoruram. Özü təhlükəsiz formada. Ona görə OAuth 2 və GVT tokenləri bilmək gələcəkdə mütləq lazım olacaq və bunları da deyirəm biləsiniz. Bunlar da həmin sözü gedən frameworklərin içində təşkil olunacaq bir şeydir. Yəni qeyri-adi bir şey deyil. Heç Python'dan ayrılmıram.
Bəlkə də çox danışdıq, bəlkə də çox şeylər göstərdik, bəlkə də hələ bu yarısıdır. Əslində sonda bunu bildirmək istəyirəm ki, automation dünyası da var. Yəni bir skript yazırsan, avtomatlaşdırır, taskları səni təşkil edir, amma Python dünyasında OS modulları gözəl bilmək lazımdır. Digər sənin kompüterinlə bağlı olan imkanları əla bilmək lazımdır. Yəni Pythonda bu var. Bir neçəsi daxilindədir, bir neçəsini qoşursan. Eyni zamanda web scraping var. Haçan mən bu və ya digər saytların içini öyrənə bilirəm, içini qaşıya bilirəm, içindən hər şey öyrənə bilirəm. Buna dair ayrıca əslində deyərdim, modullar var, imkanlar var. Hər biri birindən çox gözəl, möhtəşəm. Hərəsi bir fərqli işlər görür. Beautiful Soup, Playwright, Selenium və bunlar çox gözəldir automation işində bir mənalı olaraq. Yəni bunların tətbiqi biri-birindən əslində maraqlıdır. Bilmirəm, yadımda deyil, amma mən Selenium istifadə etməmişəm kod yazda, amma Beautiful Soup səhv etmirəmsə tətbiq etmişəm. Çünki o qədər video çəkmişəm ki, artıq hansını, nə, necə o qədər də yadımda deyil. Bir də ayrıca API yoxlaması da, API avtomatlaşması da varsa Pythonda request bilmək mütləqdir və buna dair əslində kod yazda video var. Bir çox şeylər yoxlamasaq da var. Üstəlik də ki, gələcəyin gözəl Python biləni bilməlidir ki, asinxron dünya da var. Asyncio Pythonda. Görün, saysan bitirmək bilməyəcək, ay Allah. Onda ki, bu video saatlarla olar. Mən sadəcə o suala mən başqa cavab verə bilməzdim ki, Python bu qədərdir, yox bu qədər deyil. Əgər API-larla bir iş görürsənsə, Puppeteer var, Request var. Eyni zamanda sən yoxlamanı Postman-la edə bilərsən və bu kimi toollarla çoxdur əslində. Və bunların hamısı ona gətirib çıxarır ki, baxın, bir Python dünyasında varsansa, bunları edə biləcəksən. Amma Python'ın gözəl olmalıdır. Hələ bir çox şeyləri də saymamışam. İndi Allah bilir neçə dəqiqəlik bir video alınıb. Amma bu işi bilənə, sevənə, tanıyana, bu işin peşəkar olmaq istəyəninədir bu video. Və əlimdən gələni edirəm ki, bundan hamısını biləsiniz. Python tək bu deyil. Python hər şeydir.